Sən min dəfə demişəm ki, yeriyəndə ayağı yerə sürtmə, ayaqqabının altı yeyilir. Pul nə dəlində tutmuşsan? Kim verib sənə pulu? Nənəm verir. Olmaz elə sənin nənəm verdiyi puldan qoy da cibə o pulu. Arxa yox, qabaq cibə qoy, arxada dişlər itər. Ya da ki, vapşen ver mənə. 3-5 bir şeydə onsuz, nənəm verdiyi puldan nə olacaq? Məndən yaşlıyım, sən çara xərcləməyə lazımdır. Salam. Salam. Salam ver də. Salam. Salam. Salam, biz Aysul adına... Nə girmirsən ağzımıza? Dur da biraz o üzə. Uş. Gəl də, bura camaat çıxdı. Bıçağınızı çəkin yolun ortasında. Niyə deyəmirsən yolun ortasında? Camaat tapdadı kisə. Biz masa zakaz vermişdik, yəqin ki, hazırdır. Bəli, var, buyurun. Hara geçsən ki, yol tanıyırsan? Yo, düz gedir, xanım o tərəfdədir. Düz gedirdi? Ha. Düz gedirdi, nə deyəmirsən ki? Keç otur. Dur, get tualetə. İstəmirəm baxım. Fazil, anamdan yaxşı bilmirsən ki, nəyə ehtiyacın var. Deyirəm ki, get də. Göz süzməmə. Dik tut seni, düz yeri. Bu özü yaratmayacaq. Gərək mən özüm gedim baxım da. Yaxşı əlləri. Sabunlar çoxlu-çoxlu. Xanım, nəyə baxırsın? Ay ki, sizə baxan var. Üç şeylə məşğul olun. Gəl, tez elə. Ay, oğlum, okula çıxın. Xanım, bilirsin, məzəm okulatırdı. Ay, kişiməsiz nənə. Gəl, tez elə. Bircə mən burada biabə eləmədiyim qalmışdı. Get otur tez elə. Xanım, menülər gətirin də. Yan masada qala bir zürü sayını gətirirəm. Sürtmə ayağı. Buyurun. Əllər çək masanın üstündən görün. Xanım, mən diyetadayam, çox da bir şey yeməyəcəm. Mənim üçün yüngül salat, yağ da falan olmasın içində. Sonra bir dənə cheesecake istəmişdin. Seç də sən də özəl bir şeylər. Aha, sonra bir dənə mənim üçün portakal freşi. Uşaq üçün də bir dənə sup. Mən başqa şey istəyirdim. Biz oradan bilək sən nə istəyirsən, denən də. Pizza olsun. Möhkəm səsinə eşitmir. Pizza olsun. Pizza olsun xanım, amma necə olsun? Qarışıq olsun, içində acı olmasın və qətiyyən içində göbələk olmasın. Göbələk fazildə köpüyünədir. Yaxşılığın üçün deyirəm də, ondan sonra zırıldayırsan. Bəlkə qaynadılmış kartof, yağlı... Yo, mən fresh istəyirəm. Bugün niyə ad gününü deyə keçirəm? Balaca pors kartofri. Böyük pul. Orta. Orta yoxdur xanım, ya balaca var ya da böyük. 2 dənə balaca, bir dənə orta eləyər. Az eləyər. Niyə indi 2 dənə balaca pors kartofri? Oldu. Salam, axşamınız xeyir olsun. Gecikmədim. Gecikdin həmişək kimi, hardasan sən? İşdən icazə alınca nə olub? Atanın aslanı, ad günü mübarək. Solkun qabağın kəskinə. 1000 dəfə demişəm, solkun qabağın kəs. Nəsə, sifariş verməmisiniz? Xanım, zəhmət olmasa böyük boy pizza. Acılı olsun, içində bol göbələk olsun, böyük boy kartofri. Biz onsuz da hər şeyə sifariş vermişdik. Mən bilirəm siz orada nə sifariş vermişsiniz. Xanım, siz mən deyənləri gətirin. Menüyə ehtiyac var. Başladı, öz başınalığa. Hə, bəlkə təbriklərə başlayaq. Hə, başlayaq. Fazil, hər şeydən əvvəl, sən bu 12 il ərzində valideynlərindən ən çox hansına minnətdarsan? Mən bu 12 il ərzində... Çiğni düz tut! Mən bu 12 il ərzində Valideynlərin haqqında danışanda ayağa qalx. Mən bu 12 il ərzində valideynlərimə minnətdaram. Ən çox da... Anama. Zırt, zırt. Gəl bura. Eybi yox, eybi yox. Bir də bu çiğni düz tut, hər şey yaxşı olacaq. Bir dəfə demişim, nəyə salşal var onun içinə? Buyurun. Xanım, çox sağ olun. Xanım, bir də getməyin. Buyurun, bu 100-lük sizə, bizə yaxşı xidmət elədiyiniz üçün. Sağ ol. Başqa? Başqa işinə sağ olun. Yox, pul. Yo. Bəsindir. Sən nə qırsan, ha? Pulun artıqlıq eləyir deyəsən cibə. Nə olub ki? Deyirəm də mən. Ye geçsin. Nə oldu ay uşaq? Hər şey Acıdır. qaydasındadır. Bəli. Nəyəsə ehtiyac var? Hə, yadıma düşmüşkən. Telefonu ver.
Neynirsən? Deyirəm ver də, nəsə pis işin var, vermirsən. Yox, neynirsən də səbəbdir də. Deyirəm ver də, şəkil çəkdirəcək. Ədən şəkil çəkdiririk də. Nə gizlətsin orada sən? Mənim heç nə gizlətməyimə ehtiyac yoxdur. Deyirəm də, sənin telefonunu eşməyin vaxtı çatıb. Yox, əşi. Deyirəm də mənsə, telefonla bizim çoxlu qəşəng şəkillərimizi çəksən. İstəyirəm ki, bugün çox yadda qalan bir gün olsun. Xanım, telefonun kodunu açmamışsın. Ay xanım, orada şəkil çəkmək üçün yer var da. Onsuz bir Mən nə müddət bilim? yadda qalacaq bu gün, amma siz yenə də çəkin. Nəsə, mənə bax. Nasıl undu? Corabına niyə gəlirsən? Yox. Başladın da atla. Gül, çox da gülməsək düşün yoxdur. Xanım, mənim də gülməyimə ehtiyac var. Xanım, siz öz işinizlə məşğul olun. Buyurun, çox çəkdim, seçərsiniz. Çox sağ ol. Baxaram, sənə nə olub ki? Necə? Narahatsan deyəsən. Yox, narahat deyiləm. Niyə şəkillərin içində görməmsən? Niyə deməmiş uşaq şəkillərin içində görməyib ay xanım? Ay xanım, mən nə bilim, mən elə bildim bu cür anıyor normaldır. Sən Allah, mənə bir də yön də göstərir. Dədun almayıb, yavaş çır. Yaxşı eləyirəm. Nəysə, Fazil, ye. Elə eləmə Fazil, yıxılarsan, stol gələr bəri, baş göz nəzlər. Gördün? Yaxşıdır, bu ısınmadı. Ay Allah, Dur. əzilmə dön. Heç nə olmadı. Deyirəm mən sizə heç nə olmadı. Yaxşıyam. Yaxşıyam, ay ana, yaxşıyam. Bilirəm, Nə olub, heç nə nə olmadı. Əzildi uşaq, nə olacaq? Əzilmədim, yaxşıyam. Heç nə olmadı. Özünü aparanmırsan da çöldəsən Fazil. Özünü aparanmırsınız, 200-də ata-bala. O heç bir qulağından alır, o bir qulağından verir. Sözüm sənədir. Yox, bir həftə o telefonun üzünə həssət qalırsan. Hansı telefon? Ağzından çıxdı etsə, lazım da dörüydü. Atomdur da, özün de. Nəysə, Fazil, sən uca yəqin başa düşdün söhbət nədən gedir. Sən bu bir il ərzində özünü yaxşı apardığın üçün Demək olar ki, biz ananla bir yerdə bu telefonu sənə hədiyyə eləyirik. hansı ki, bir həftə özünə həssət qalırsan. Elə çırpma da bir uşaq açardı korobkasını, baxardı telefona. Nə Yaxşı olur? eləyirəm. Dədun almayıb, mən almışam. Dədəm alsaydı 17-dən zaddan alardı. Bu nədir uşaq almısan? Mənə sizi əsəbləşdirən, burnunuzdan gətirən hər şeyi, siz özünüzü çöldə yaxşı aparmayın, bilmirsiniz özünüzü nətər çöldə aparasınız. Bəsinin də özü bir belədir, çöldə özü aparmaq qaydası var. Bu boyda cəmaat burada sizə baxır. Yapışa aparın da özü biraz burada. Nə qışqırırsan? Yaxşı eləyirəm. Nə olub, bir cəmat baxır, restorandayıq da. Apara bilmirsiniz də özünüzü, belə şey olar. Alo. Hə, gəlmisiniz? Hə, gəlin. Masanın nömrəsini göstər. Nə qolma vurursan? Gələ. Hə, 18-dir, gəlin. İçəri girin, görəsiniz. Qonaqlar gəlir, tiyini üstü, çatı üstü, sonra da mənə deyir, arxamca danışır. Cəldin özü yaxşı aparın. Bir dənə səfər hərəkətinizi görəm, ömrü isə o telefonun üzünə həssət qoyaram. Sən də həmçinin özü yaxşı apar. Nə olub, ağır? Yaxşı eləyirəm, mən deyirəm də, bilirəm sizi. Necəsən bacı? Yaxşıyam. Həmişə şadlıqlarda Sağ ol, ay bacı. Təbrik edirəm xala qurban. Ağzın şirin olsun, ay bacı. Nə deyəmsən? Salam ver də. Salam. Təbrik elə. Təbrik edirəm. Nəyə görə? Ad gününə görə. Bu nə adamdır? Yaxşı, hədiyyəni qoy stolun üstünə. Əlini sal paketə. Hədiyyəni çıxart. Uzat Fazilə. Götür də, nə baxsan? Əlini burax. Əlini burax. Əlini burax. Ay bacı, yavaş dur uşaqdır. Görmürsən, eşitmir. Dön mənim tərəfə. Yavaş başladım da at. Əlini aşağı sal. Gülümsə. Çox yox. Sağ ayaq sağa. Solda onun yanına. Əyləş. Belini söykə. Nəfəs al ver. Göz qırpmağı da unutma. Ay bacı, bu uşaq mənim papazam. Yığarım, neyini bilmirəm. Danışma da aday. Bu uşaqlar özlərini idarələməyi nə vaxt bacaracaqlar? Mənə niyə baxırsan? Sözüm sənə də aiddir çünki. Siz belə olan müddətə heç vaxt. Səndən öyrənibsən. Lazım deyil. Mən də gözlə. Gəl də. Qudurasan qurbağa. Ay, gördün, qudurdun ha sən deyəsən yenə. Bura gəl. Xanım, sizdən bir xahişim var. Birdən sizdə yaş salfetka olar. Yox, quru var. Yox, xanım, quruqluqdur, eyb yox.
Nə olub? Heç nə. Administratoru çağırın da. Ay qardaş, ora xanımlar üçündür. Coşqun bəy, Coşqun bəy. Uşaqlar, əla, qəşəng, hamı öz rolunu çox gözəl oynadı. Xüsusən də oğlanın maması və xanımların hamısına da məsləhət var ki, gələcəkdə bu cür xanımlardan, analardan olmayasınız. Vəssalam, mən bəyəndim. Mən artıq bu günlər seçim qarşısında qalmışam və mən... Çətin olacaq. Bəli, Coşqun müəllim bu məsələyə qarışa bilməz bu günləri. Valla mən də özüm qalmışam çaş başına. Amma mən nə bilim, bir variant varmı ki, bu gün Yəni heç kim kəs- getsə heyf olacaq, doğrudan da. Variant varmı ki, bu günləri heç kəs getməsin? Çünki hər üç komandanın üçü də, aktyorluqları da, səhnəciklər də, hər şey yüksək səviyyədə oldu. Valla qızım mənim bacım qızına oxşayır. Da belə aşırı olmaz, amma analar elə uşaqlara belə olsa yaxşıdır. Yox, bu qədər. Dedim aşırı yoxdur, o qədər Amma mən yox. deyim ki, eynisini mən görürəm. Düzdür, mən də biraz disiplinim var, amma bu qədər yox. Bu qədərini mən çox Yox, şahid bu olmuşam. qədər çoxdur, yazıqdır o uşaq. Çox şahid olmuşam. Uşaqlara qadağa qoyur. Amma bu xanım mən niyə deyirəm? Tək uşağa qarşı yox, onun oyunu uşağa qarşı yox. Yəni həyat yoldaşı kimi də. Yəni xanım onu da çox gözəl oynadı. O qaynamağı əla idi. Onu da çox gözəl, o üstündə çıxmağı o heç. Yəni bilmirəm, bu günləri neyniyək? Coşqun müəllim görə nə fikirləşir? Coşqun müəllim görürdü gül meydanda, nə fikirləşsin? Yaxşı alınıb, üç dəstə, komandanın üçü də yaxşıdır, neyniyək? Uşaqlar, texniki cəhətdən, oyun cəhətdən çox belə bizi təəccübləndirdi. Şirvan çox zəif çıxışlar təqdim edirdi, amma bugünkü çıxışımız doğrudan da bütün çıxışlarınızın üstündən xət çəkdi. Hətta bu 2 ildə. Bu 2 ildir, halal olsun. Ən çox Coşqun müəllim bu komandaya güldünüz. Bəli, ən çox bu komandaya güldüm, halbuki heç çox vaxt gülmürdüm sizə. Yəni, hər şey yerində olanda, hər şey dadında, duzunda olanda, bax, budur, nəticə bununla sonlanır. Heç bir valideyn istəmir ki, övladını nəzarətsiz buraxsın, amma çox nəzarət də uşaqların ziyanınadır. Çox olmaz. Ziyanına gətirib çıxardır. Bunu biz yaşadıqca görürük, yəni həyatımızda görürük, yəni çox olanda. Valideynlərə də tövsiyəmiz odur ki, uşaqları ilə həm valideyn olsunlar, həm dost olsunlar, yoldaşı olsunlar. Yəni, bunların hamısını, balansını qoruyub saxlasınlar ki, uşaqlarımız hansı yolu çıxdıqlarını dərk eləsinlər. Uşaqlar bizim gələcəyimizdir. Bu satira ilə, bu yumorla, bu səhnəci ilə siz çox yerlərə mesaj göndərdiniz. Mən elə gəlir ki, buna baxıb nəticə götürən ailələr də, valideynlər də çox olacaqlar. Uşaqlar, çox sağ olun, əziyyətinizə, zəhmətinizə, göndərdiyiniz mesaja alqış olsun. Bugün hər üç komanda mənim başımı uca elədi. Mən təşəkkür edirəm üçünüzə də, Sumqayıta da, Şirvana da, Astaraya da. Uşaqlar, əməli başlı əziyyət çəkmişsiniz və bugün mənim nə yaxşı ki, üzümü güldürdünüz. Eşq olsun. Amma kim də getsə, kim də bu oyundan uzaqlaşsa, məyus olmayın. Siz artıq düz yoldasınız, siz artıq yaxşı yoldasınız, siz artıq biləcəksiniz, dərk eləyəcəksiniz və hər zaman da sizə dəstək olmağa Və davam edin, mən hazırıq. bilmirəm indi hansı komanda qazanacaq. Heç biriniz ruhdan düşməyin. Yox, yox. Vallahi ruhdan düşməyin. Mən şəxsən bu gün səs vermədə iştirak eləmək istəmirəm, mən dedim sizə. Tam ciddi deyirəm. Yəni, bu məsuliyyəti kim boynuna buradan götürəcəksə- kimisə uzaqlaşdırsaq, sonra bizi qınayacaq. Amma tam səmimi, mən özüm bir baxış aparıcı kimi deyil də, izləyən kimi deyirəm. Mən düşünürdüm bugün Şirvan gedər. Mən də fikirləşirəm. Elə düşünürdüm. Yəni, çünki mənim gözümdə zəif, onlara nisbətdə zəif qalmışdılar deyə. İndi doğrudan çətindir. Hətta mən zarafat eləmədim. Bu 2 ildə bunların ən güclü. Bu gün də fikirləşirdim ki, hətta beynimdə tutmuşum, bir yəqin Şirvan zəif olur. Amma bu günləri bunlar bir performans. Düzdür, ssenari də göstərdilər. maraqlıydı. Qalsın. Mənim Çox sağ olun, səlahiyyətim uşaqlar. yoxdur, amma uşaqlar, mən istəyərdim ki, üçünüz də qalasınız. Üç komandanın üçü də qalsın. Amma çox yüksəkdəsiniz, üçünüz də çox sevindirdiniz məni. Halal olsun. Sizi alqışlarla yola salırıq. Bizə müşavirə məsləhət var. Sağ olun dostlar.